Azərbaycan tibbi bu günlərdə bir ilkə imza atıb, Qafqazda ilk dəfə olaraq meyit donordan ürək köçürülməsi həyata keçirilib. Bu əməliyyatlar ölkəmizdə orqan donorluğu sayəsində nələri dəyişəcək? Həyatı bir orqandan asılı olan xəstəni yaşatmaq üçün daha hansı addımlar atılmalıdır? Yaxın oturun, sabah saxlamadan ölümün yox, ümidin hekayəsindən danışacağıq. Axşamınız xeyir, indi isə qonaqlarımızla tanış olaq. Orqan donorluğu və transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova. Ürək damar cərrahı, tibb elmləri doktoru, professor Kamran Musayev. Orqan donorluğu və transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədr müavini, həkim, reanimatoloq Günay Abbasova. Cərrah transplantoloq, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazimi. Və biz müzakirəmizə doktor sizinlə başlayırıq. Azərbaycan tibbində bir ilk, Qafqazda bir ilk və bu ilkin səbəbkarı, necə deyərlər, rəssamı, sizsiniz, səbəbkarı sizsiniz və bu əməliyyatı siz icra etmişsiniz. Bu Azərbaycan tibbində bir ilk olmaqla yanaşı regionda da bir ilkdir. Və təbii ki, bu bizim cəmiyyətin bundan əvvəl edilən söhbətlərin, edilən maariflənmə işlərinin, məlumatlanma işlərinin artıq bizə verdiyi bir nəticədir. Və gecə saatlarında başlayan bir əməliyyat, saatlarla davam edən, hətta bizdə olan məlumata görə 10 saata yaxın davam edən bir əməliyyat prosesidir. Mən istərdim komandanızla və sizinlə əməliyyata girməmişdən əvvəl bu məsuliyyətin altına sizin girdiyiniz anda keçirdiyiniz hisslərdən bizə danışasınız. Hər şeydən əvvəl onu qeyd etmək istəyirəm ki, həqiqətən bugün əgər biz Azərbaycanda və Qafqazda ilk uğurlu ürək transplantasiyasını həyata keçirmişiksə, düşünürəm bu sadəcə bir komandanın və ya bu əməliyyatı icra etdiyimiz mərkəzi klinikanın uğuru deyil. Bu bütün Azərbaycan kardiocərrahiyyəsinin, Azərbaycan kardiologiyasının və ümumiyyətlə Azərbaycan səhiyyə sisteminin bir uğurudur. Çünki əgər sizin səhiyyə sisteminiz ürək transplantasiyası etməyə icazə verirsə, siz bu əməliyyatları uğurlu şəkildə icra edə bilirsinizsə, demək ki, həqiqətən artıq sizin səhiyyə sisteminiz bugünkü dünyanın tələb etdiyi standartlara cavab verir. Elə ona görə də ürək transplantasiyası, ümumiyyətlə orqan transplantasiyası o ölkənin səhiyyə sisteminin əsas keyfiyyət göstəricilərindən biri hesab olunur. Biz də həqiqətən sizin qeyd etdiyiniz kimi uzun müddətdir ki, bu əməliyyat üçün bütün hazırlıq işlərini aparırdıq. Təbii ki, bu orqan transplantasiyası, o cümlədən ürək transplantasiyası çox kompleks bir hadisədir. Biz sadəcə işin mərkəzi klinikadakı komandamız olaraq işin tibbi və cərrahi tərəfindəydik. Amma yəqin ki, digər həmkarlarım vurğulayacaqlar, transplantasiya özlüyündə çox mürəkkəb bir prosesdir və bunun digər komponentlərinin tamamlandığı halda hansısa klinikada, hansısa komanda bu əməliyyatı icra edə bilər. Amma sizin də qeyd etdiyiniz kimi həqiqətən biz komandamızla birlikdə ki, bu komanda təqribən 20-yə yaxın tibb işçisindən ibarət idi və qeyd etdiyiniz kimi gecə yarısından başlayan və səhər saat 11 radələrində başa çatan əməliyyat, əslində biz 2 əməliyyat icra etdik. Birinci əməliyyat donordan ürəyin götürülməsi əməliyyatı idi və ikinci əməliyyatda da məhz bizim alıcı xəstəmizin hazırlanması və ürəyin köçürülməsi əməliyyatı idi. Təbii o gecə yəqin ki, həm mənim, həm o komandada olan həmkarlarımın hamısı üçün həyatımızın ən unudulmaz gecələrindən biri olacaqdı. Açıqcası mən uzun illərdir müxtəlif ürək damar əməliyyatları icra edirəm. Gecələr də çox əməliyyat icra etmişəm, amma bu əməliyyatın xüsusiyyəti sadəcə tibbi və cərrahi cəhətdən deyildi. Xüsusilə də uzun illərdir gözlənilən bir əməliyyatın Respublikamızda ilk dəfə icra olunması əlbəttə bütün komandanın başda mən olmaq şərti ilə həm məsuliyyətimizi, həm də stresimizi çox artırırdı. Mənə çox sizin sualınıza oxşar suallar verir. O streslə biz necə baş edə bildik və o gecəni sağ-salamat səhər edə bildik. Yəqin ki, burada cərrah olmağımızın, uzun illərdir o stresli əməliyyatlarda iştirak etməyimizin artıq bir stresə qarşı yəqin ki, bizdə bir müqavimət meydana gəlib. Ona görə açıqcası belə digər əməliyyatlardan sırf stres baxımından çox fərqli bir şey olmadı. Amma qeyd etdiyim kimi ilk dəfə icra olunması bizim və bütün komandanın məsuliyyətini qat-qat artırırdı. Doktor, hazırda həmin o pasiyentin vəziyyəti necədir? Pasiyentimizi ötən ay biz əməliyyatını icra etdik və əməliyyatdan 10 gün sonra evə yazdıq.
xəstəmiz hal-hazırda evdə vəziyyəti keçirdiyi əməliyyata uyğundur. Bizə ambulator qaydada yoxlamaya gəldi. Onda da bütün göstəriciləri kafidir və təbii ki, bütün orqan transplantasiya həyata keçirilmiş xəstələr kimi bizim bu xəstəmizdə hələ bir müddət həkim nəzarətində qalacaq. Hal-hazırdakı vəziyyəti keçirdiyi əməliyyata uyğundur. Bu həkim nəzarətində qalma müddəti təqribən nə qədər olur? Minimum və maksimum müddət nə qədər olur? Ümumiyyətlə, burada minimum söhbət bir neçə aydan gedir. Çünki bu xəstələr əməliyyatdan sonra xüsusilə ciddi dərmanlar qəbul edirlər və o dərmanların dozalarının ayarlanması və s. bunun üçün bir neçə dəfə xəstəxanaya gedib gəlməsinə ehtiyac olur. Və bu müddətdə də biz istəyirik ki, xəstə kardioloqların nəzarəti altında olsun. Bütün bu proseslərdə məhz orqanın bədənə uyğunlaşdırılması üçün atılan addımlar sayılır. Tamamilə doğrudur. Çünki ürək köçürülməsi də digər orqan köçürülməsində olduğu kimi ən kritik məsələ köçürülən orqanın, orqanizmanın orqanı qəbul etməsidir. Ona görə mən dərmanlar deyəndə məhz o dərmanları nəzərdə tuturdum ki, biz onu kömək üçün, orqanizmanın onu qəbul etməsi üçün dərmanlar veririk ki, orqanizmanın immun sistemi o başqa bir orqanizmaya, bədənə məxsus olan o orqanı qəbul etsin. Təbii ki, biz bunu artıq bugünkü tibbin verdiyi imkanlarla çox ciddi, obyektiv göstəricilərlə təqib edə bilirik və bunun üçün amma bütün hallarda yenə də burada söhbət aylardan gedir. Mircəlal doktor, təbii ki, sizə də böyük təşəkkür düşür. Siz də orqan köçürülməsində bir qədər əvvəl Kamran doktorla biz ürək köçürülməsindən danışdıq. Sizdə isə qaraciyər, böyrək, eyni zamanda bir neçə əlavələriniz olacaqsa da bunu siz qeyd edəcəksiniz. Mən istərdim ki, sizin də elə bu əməliyyatlara girməmişdən əvvəl, bu ilkə imza atmamışdan əvvəl komanda şəklində söhbətiniz, prosesə başlamağınız və bitəndən sonra biz bir ilkə imza atdıq deyib prosesə kənardan baxışınızda biz də baxaq. Əslində, bütün nəticələrin əvvəlində bir xəyal dayanır, bir arzu dayanır, bir istək dayanır. İnsan təbii ki, xəyallarını, arzularını həyata yetirdiyi zaman ilk əvvəl onun o yetirmiş olduğu uğurun təsirindən midir deyim, euforiyadan mı deyim, nədənsə ilk günlərdə insan çox da fərqinə vara bilmir əslində məsələni. Zaman keçdikcə, günlər keçdikcə həqiqətən görülən işin nə dərəcədə böyük olduğunu, eyni zamanda məsuliyyətinin böyük olduğunu, digər tərəfdən bir var şəxsi bir uğura imza atasan və şəxsi bir müvəffəqiyyətə doğru gedəsən. Ümumi uğura, ümumi müvəffəqiyyətdən sənin də bir payının olması böyük bir şeydir. Hansı ki, hal-hazırda bizim görmüş olduğumuz iş bizim tərəfindən, Yeganə Xanımgilin mərkəzi tərəfindən, Kamran doktorun gördüyü iş, bu respublika səviyyəli, region səviyyəli bir işdir. Təbii ki, bu işin məsuliyyətini dərk eləmək özü böyük bir məsələdir ki, bu işin altına girmək. Hər bir uğurun sonunda insan təbii ki, rahatlayır və işi müvəffəqiyyətli başa çatdırdığı üçün özünə, ətrafındakı insanlara və var olmuş sistemə daxilində bir təşəkkür olur. Məsələ burasındadır ki, bu görülən iş istər qaraciyər transplantasiyası, böyrək transplantasiyası, ürək transplantasiyası səhiyyəmizin bugünlü və gələcək inkişafının da bir qapısıdır. Çünki bu iş inkişaf elədikcə yeni mərkəzlərin yaranması, yeni mütəxəssislərin təlim keçib xarici dövlətlərdə deyil, öz vətənimizdə təlim keçməsi və digər tərəfdən bu işi artdıqca qonşu dövlətlərdə hansı ki, transplantasiya proqramı ya yoxdur və yaxud da ki, inkişaf etmək istək mərhələsindədir. O dövlətlərdəki insanların gəlib bizim ölkəmizdə bu işləri görməsi, öyrənməsi də bizim gələcək səhiyyəmiz üçün yeni bir perspektivlərə də yol aça bilər. Bu baxımdan da düşündüyümüz zaman biraz daha qlobal düşünəriksə, bizim gələcəkdə həm gördüyümüz professional, eyni zamanda səhiyyə sistemimizin də daha gözəl işlər ölkəmizə vəd elədiyi indidən görünür. Doktor, baxın elə qaraciyər köçürülən Mənzər Şərifova, eyni zamanda böyrək köçürülməsi icra olunan Fuad Nuriyev bizim kameramıza danışıb. Onlar özlərini necə hiss edirlər? Biz elə onların səsindən də, onların müsahibəsindən də dinləyə bilərik. Bu xəstələr ölkəmizdə ilk meyit orqanından alınmış, qaraciyər və böyrəkdən transplantasiya olmuş xəstələrdir. Gəlin elə bərabər dinləyək, görək onlar özlərini necə hiss edirlər. Qohum ağrabadan heç birindən donanım düşmürdü mənə. Müalicə apardım. Sonra günlərin bir günü, axşam saat 12 radələrində həkimimdən zəng gəldi. Bəs sənin üçün donor tapılıb. Getdim xəstəxanaya axşam saat. Məndən başqa çox xəstələr gəlmişdi. Onlara düşmədi, mənə düşdü. Əməliyyat oldum, çıxsım.
İndi hal-hazırda çox yaxşıyam. Əvvəlkindən daha yaxşıyam. Allah rəhmətə gedən şəxsə də rəhmət eləsin. Minnətdaram. Öz həkimimə də minnətdaram. Demək istəyirəm ki, yəni orqanlarını bağışlasa daha yaxşı olar. Çünki başqalarına həyat verir, başqalarını yaşadır. Onsuz da öləcək, gedəcək, bizim orqanlarımız çürüyüb gedəcək. Ondan sonra başqasına həyat vermək daha gözəl olar, daha yaxşı olar. İnsanlara demək istəyirəm ki, heç kəs ümidini kəsməsin. Ümid həmişə var. Allaha ümid eləmək lazımdır və donor axtaran şəxslər inşallah tapar hər bir kəs. Mən artıq 8 il idi ki, dializ alırdım, hemodializ. Xroniki böyrək çatışmamazlığı əziyyət çəkərkən müalicə deməkdə belə həyatda qalmaq üçün üsuldur bu. Böyrək əməliyyatı olundum, gəldim böyrək köçürüldü, daha yaxşı hiss edirəm indi özümü, dializdən daha yaxşı və dedilər ki, ölən şəxsdən köçürüldü orqan. Ölən şəxslərin orqanları bir çox dializlərdə, dializ yerlərində cavan insanlar var. Onların həyata qayıtmaq şansı, yəni bununla daha çoxdur. Ölən şəxsin Allah ruhuna rəhmət eləsin. Ailəsinə mən təşəkkür edirəm ki, məni də qurtardıqları üçün bu çətin vəziyyətdən. Həm Mənzər Şərifovanı, həm də Fuad Nuriyevi dinlədik. Onlar özlərini yaxşı hiss etdiklərini deyirlər. Doktor, istərdim ki, bir qədər əvvəl Kamran doktorun qeyd elədiyi nüans var ki, həmin o orqanların bədənə uyğunlaşması prosesi eyni ilə də qaraciyər və böyrək orqanların köçürülən bu şəxslərdə də bir proses belə gedir. Bir məna olaraq orqan köçürülməsi olmuş şəxslər həyatı boyu müəyyən dərman preparatları qəbul etmə məcburiyyətindədirlər. Əslində, ilk əvvəl bunu deyəndə xəstələr və yaxud da insanlara biraz qəribə gəlir, necə həyatım boyu dərman mı içəcəm? Amma bizim ətrafımızda o qədər insanlar var ki, bunlar ya təzyiq üçün, ya şəkər üçün və ya hər hansı bir səbəb üçün onsuz dərman qəbul edir və müəyyən yaşdan sonra bunun ehtimalı da artır. Bu insanlar da o qəbildən insanlardır. Bunlar qapalı şəraitdə yaşamalarına ehtiyac yoxdur. Sosial fəaliyyətlərinə, əmək fəaliyyətlərinə normal şəkildə qayıtmış insanlardır. Lakin digər insanlardan fərqli olaraq biraz səhhətlərinə diqqət eləyib, hər gün içəcəkləri dərmanları var ki, onları qəbul edəcəklər. Günah xanım, biz doktorlara dinlədik, onlar əməliyyat zamanı icra prosesinin bir hissəsindədirlər, amma ona kimi gəlinən bir yol var. Və kifayət qədər də çətin, eyni zamanda məsuliyyətli bir istiqamətdir ki, həyati əhəmiyyətli bir prosesdir, bir işdir ki, dünyasını dəyişən şəxsin, həmin o donorun yaxınları ilə söhbət etmə mərhələsidir, onları inandırmaq, tərəddüdü olan yaxınlarının, valideynlərinin, doğmalarının həmin o tərəddüdlərdən uzaq tutmaq, daşındırmaqdır. Bu prosesi isə siz icra edirsiniz. Gəlin elə qaydaq birinci Kamran doktorun əməliyyatını icra etdiyi ürək köçürülməsində həmin o şəxsin yaxınları ilə necə oldu söhbət etdiniz? Bu söhbət necə baş verdi? Bu haqda bizə danışasınız. Bildiyimiz kimi səhiyyə üzərində vahid elektron sistem mövcuddur və bütün xəstəxanalar, bütün reanimasiyası və süni tənəffüs aparatı olan xəstəxanalar o sistemə daxildir. Meyit donor çıxdı xəstəxanadan, xəstəxana xəstəni sistemə işlədi. Sistem üzərindən biz gördük ki, belə bir xəstə var. Xəstəxanada yaxınlaşdıq, xəstə ilə tanış olduq, koordinatorlarımız xəstəni dəyərləndirdilər. Daha sonra ailəni söhbətə dəvət etdik. Bu dediyiniz proses təqribən gündüz saatlarındaydı mı, axşam idi mi? Bu dediyim proses hardasa saat günorta saatlarında 14-15:00 civarındaydı. Hadisə baş verdi, sistemə işlədilər, biz gördük və yaxınlaşdıq, ailəni söhbətə dəvət etdik. Ailəni söhbətə dəvət edəndə mən şəxsən iştirak eləmişəm və bizim mərkəzin hüquqşünası ilə bərabər. Ailənin ilk sualı həqiqətənmi təmənnasız dövlət tərəfindən orqanların köçürülməsi oldu və biz ona Səhiyyə Nazirliyi nəzdində orqan donorluğu və koordinasiya mərkəzinin yaradılması haqqında məlumat verdik. Sistemdə olan xəstələrin, gözləmə siyahısında olan xəstələrin var olması haqqında məlumat verdik. Elə insanlar var ki, onların canlı donorları var. Onlar bu əməliyyatı icra edə bilirlər. Ancaq kifayət qədər sayda da insanlar var ki, onların donorları yoxdur və onlar çarəsizdir, orqan gözləyirlər. Və biri də bizim bu dediyimiz nümunəmizdə. Biri də, bəli, bizim bu dediyimiz cavan oğlan, gördünüz, çox cavandır. Ürək yetməzliyi olan xəstədir, amma onun həyatı qabaqdadır. Ona yardım etmək lazımdır və bu da
bizim dövlət tərəfindən, yaradılmış struktur tərəfindən şükürlər olsun ki, təmin olundu. Ailəyə bunun izahatı verildi. Ailə dinlədi, düzdür, kədərli idilər, yaxınlarını itirmişdilər, ancaq çox humanist və çox vətənpərvər bir addım ataraq razılıq verdilər. Razılıq əsnasında hüquqşünasımız tərəfindən razılıq ərizəsi dolduruldu. Ondan sonra sistem üzərindən, az öncə qeyd etdiyim vahid elektron sistem üzərindən hansı xəstələr gözləmə siyahısında öndədir, xəstələrin öncəlikləri seçildi və xəstəxanalara məlumat verilərək meyit donor əməliyyat icra olunacaq xəstəxanaya təxliyə edildi. Mən sizə çox sadə bir hissəsini izah etdim. Əslində bu sizin az öncə qeyd etdiyiniz kimi çox çətin, çox məsuliyyətli və çox tərəddüdlü bir işdir. Bilirsiniz, siz də qeyd etdiniz, mən reanimatoloqam. Bizim hörmətli sədrin çox gözəl bir sözü var. Reanimatoloqlar həyat bəxş eləməyi sevirlər. Və bir şəkildə ya xəstələri sağaldaraq həyat bəxş edirik və yaxud da ki, ölümündən sonra orqanların köçürülərək digər insanlara həyat verməklə bəxş edirik. Ürək transplantasiyası olan meyit donor 6 nəfərin şəfa tapmasına vəsilə oldu. Ən əsası da ürək köçürülməsi. Regionda da ilk dəfə, Azərbaycanda da ilk dəfə və çox cavan, hələ həyatı qabaqda olan bir insana köçürüldü. Və bundan bizim bütün kollektiv, bütün həkimlər, bütün koordinasiya mərkəzi qürur duyur. Həqiqətən də qürur duyur və bir reanimatoloq olaraq mən daha çox qürur duyuram. Necə izah edim? Yəni, ailədən o razılığı aldıqdan sonra bəlkə də köçürülü transplantasiya olunacaq xəstələrdən çox biz daha çox sevinirik. Mərkəz olaraq sevinirik və əməliyyatın uzun gedişini izah elədiniz. 10 saata yaxın çəkdim. Bu saat ərzində, yəni gecə səhərə qədər bütün koordinasiya mərkəzinin əməkdaşları, rəhbərlik başda olmaqla hamımız oyaq olaraq əməliyyatların uğurla bitib səhərə çıxmasını gözləmişik. Deməli, günorta həmin o dünyasını dəyişən şəxsin yaxınlarından razılıq alındı və elə həmin günün gecə saatında əməliyyat başlandı. Bəli, gecə əməliyyat başlandı. Eyni zamanda ürəyin uzun çəkməsi daha həyəcanlı oldu bizim üçün. Həm ilk dəfə olduğu üçün həyəcanlı oldu. Həkim ekibi də çox həyəcanlı idi, biz də çox həyəcanlı idik. Nəticə olaraq uğurlu olması bizim hamımızın fəxridir. Bu, bütün səhiyyə ocaqlarının bu tibbi qürur hissidir. Hamımız da fəxr edirik, hamımız sevinirik və rəhmətə gedən ailəyə də həm başsağlığımızı veririk, həm də mən onlarla söhbətdə onlara da izah etmişdim ki, siz bilmirsiniz kimə köçürülür və köçürülənlər də ona kimin verdiyini bilmirlər. Ancaq köçürülən insanlar, həyatda qalan insanlar və onların ailəsi ömürlərinin sonuna qədər rəhmətə gedən şəxsə dua oxuyacaqlar. Öyle. Ona rəhmət oxuyacaqlar. Halbuki kim olduqlarını bilmirlər. Çünki donorun məxfiliyi tam qorunur. Humanist addım qeyd elədiniz. Həqiqətən də nümunəvi bir addımdır. Dünyası dəyişən şəxsin yaxınlarının, əzlərinin atdığı bu addım. Yeganə xanım, dəfələrlə Sabah saxlamaq studiyasında biz bu mövzu barədə danışanda həssas məqamları qeyd eləmişik, həyat hekayələrini nümunə çəkmişik və insanları bu cür nümunəvi və humanist addımlar atmağa çağırışlar etmişik. Və nə gözəl ki, həmin o çağırışların biz artıq iş artılarını, ilk nümunələrini görürük, elə deyilmi? Əlbəttə ki. Bildim, biz artıq 4-cü dəfədir bu studiyadayıq. İlk dəfə bizim mərkəz açılanda əsas işimiz canlı donorlardan orqan köçürülməsi idi və ümid edirdik ki, biz meyit donor orqanları da köçürdəcəyik və bu istiqamətdə addımlar atılırdı. 2023-cü ildə beyin ölümü diaqnostikası protokolu hazırlandı, təsdiq olundu, İSİMAS saytında yerləşdirildi. Və bütün reanimatoloqlara, bütün mənbə xəstəxanalarının reanimatoloqlarına beyin ölümü diaqnostikası təlimləri keçirilməyə başladı. Eyni zamanda bu mövzu Həkimləri Təhmilləşdirmə İnstitutunun Anesteziyologiya, Reanimasiya, Nevrologiya kafedrasının mövzusu kimi tədris mövzularına salındı. Orada tədris olunmağa başladı. Və əsas məsələ reanimatoloqlarla iş aparmaq idi. Eyni zamanda biz maarifləndirmə, təşviqat, təbliğat işləri aparırdıq və bu işlərin sayəsində hal-hazırda 1000-ə yaxın artıq Azərbaycan vətəndaşı orqanlarını bağışlayıbdır.
Yegan xanım, mən istədim elə bu məsələyə bir balaca onun üzərində qalaq. Günay xanım təbii ki, məsələnin həmin o hissəsindən danışdıq. Bir də prosesin o görünmə hissəsi var ki, artıq siqnal daxil olur ki, beyin ölümü keçirən bir nəfər var və həmin o şəxsin, həmin o insanın orqanlarının istifadə olunma. Bu mexanizmin qurulma mərhələsinə qədər orada görülən işlər var əlbəttə ki, ona bir balaca toxunuş edək. İlk öncə Vahid İnformasiya Sistemi fəaliyyət göstərir. Vahid İnformasiya Sisteminin sahibi Səhiyyə Nazirliyidir. Biz həmin sistemin operatoruyuq və həmin sistemə bütün xəstəxanalar Bakıdakı, Sumqayıtdakı və digər rayonlardakı reanimasiya şöbəsində süni tənəffüs aparatı olan bütün xəstəxanalar daxil edildi. Və daxil ediləndən sonra biz tərəfdən biz onu təqib eləməliyik əlbəttə ki. Çünki o reanimatoloqlar Glasgow koma şkalasına görə, yəni ağırlıq dərəcəsi 9-15 və daha aşağı olan xəstələri ora daxil etməli idilər. Əlbəttə ki, bu iş biraz zaman istəyirdi, daxil etmirdilər, biz zəng vururduq və s. və s. Nəhayət biz bunu əldə etdik ki, onlar daxil etdilər və biz artıq ağır xəstələrin ağırlaşma stadiyalarını görürdük. Və görürdük ki, bugün daxil olub 8-15, 2 gündən sonra 7-15, 5-15, artıq 3-15, yəni lap ağır vəziyyətə düşəndə ki, beyin ölümünü yoxlamaq olar, biz həmin klinikalarla əlaqə saxlayırdıq, həmin xəstələrə gedirdik, baxırdıq, beyin ölümü diaqnozunun qoyulmasına nəzarət eləyirdik ki, həqiqətən bu arasında vaxt olmalıdır, 12 saat, 24 saat, həqiqətən də buna riayət olunur. Və biz hər zaman söylürdük ki, biz 24 saat açığıq. Nə vaxt olsa biz gəlib sizə yardımcı ola bilərik, kömək göstərə bilərik və biləsiniz ki, nə qədər ailələr imtina etdi. Həmən ailələr razı olmadılar. Bu imtinalar üzərindən gəldik və nəhayət biz razılıq aldıq və mən həmişə buna inanırdım və sizin verilişlərdə də deyirdim ki, Azərbaycan vətəndaşları ən humanist, ən insanpərvər, ən şəfqətli insanlardır. Əziz tamaşaçılar, İctimai Televiziyanın canlı efirində Sabah Saxlamayan studiyasında orqan donorluğundan danışırıq. Yəni ölümün yox, ümidin hekayəsindən danışırıq. Qısa fasilədən sonra müzakirəmiz elə qaldığı yerdən davam edəcək. Bu günlərdə Azərbaycan tibbində Qafqazda bir ilk imza atıldı və meyit donordan ürək köçürülməsi icra olundu. Bu əlbəttə Azərbaycan tibbində bir ilkdir və biz də bugün İctimai Televiziyanın canlı efirində Sabah Saxlamayağın studiyasında elə orqan donorluğundan danışırıq, ölümün yox, ümidin hekayəsindən danışırıq. Kamran doktor, bir qədər əvvəl Yeganə xanımla danışarkən əlavəniz vardı. Buyurun, söz sizdədir. Demək, Yeganə xanım indi biraz təvazökarlıqla danışdı, amma mən düşünürəm ki, bu transplantologiya məsələsinin ən kritik mərhələsi və addımı məhz koordinasiya mərkəzinin qurulması idi ki, bu ölkəmizdə yanlış xatırlamıramsa 2022-ci ildə quruldu, sonunda quruldu və 2 il demək olar ki, 2 ildən biraz çox qısa bir müddət ərzində canlı donordan onsuz da Azərbaycanda bildiyiniz kimi orqan transplantasiyası uzun illərdə olunurdu. Məhz beyin ölümü baş vermiş, meyit donordan dediyimiz orqanların transplantasiyası bu ilin fevral ayında dəyərli həmkarım Mircəlal doktor və digər həmkarlarım tərəfindən qaraciyər və böyrək transplantasiya olaraq başladı. Yəni bu 2 il müddətində bu işin təşkil olunması həqiqətən digər ölkələrlə də müqayisə etdiyinizdə çox müsbət bir haldır. Yəni çox qısa müddətdə bu işin təşkil olunması düşünürəm ki, həm Səhiyyə Nazirliyinin, həm də Koordinasiya Mərkəzinin çox böyük uğurudur. Nəzərə alsaq ki, bu günə qədər bizim ölkəmizdə və regionumuzda olunmayan əməliyyatlardan söhbət gedir. İşin çox ciddi hüquqi, sosial, dini, psixoloji və s. tərəfləri də var. Bu sadəcə bir tibbi, hansısa cərrahın və ya həkimin edəcəyi məsələ deyil. Ona görə mən çox yüksək qiymətləndirirəm bu məsələni və həm Azərbaycanın müvafiq qurumlarının, həm də
cəmiyyət olaraq, millət olaraq Azərbaycanlıların da uğuru kimi qəbul edirəm. Çünki biraz əvvəl Yeganə xanım dedi, əslində o gözlənilən bir şey. Təbii ki, ilk başlarda müəyyən ailələr və ya insanlar bundan imtina edəcəklər, etiraz edəcəklər. Bu gözlənilirdi, amma bugün mənə soruşsanız ki, bu qədər qısa müddətdə bugün etibarilə ürək, qaraciyər, böyrək ki, hansı ki meyitdən də bugün əsas etibarilə dünyada da köçürülən orqanlar əsas etibarilə bunlardır. Bəzi digər orqanlar da var, amma bunlar artıq Azərbaycanda reallaşdı və bu həqiqətən həm bizim müvafiq qurumlarımızın, həm də bizim insanlarımızın bu məsələyə nə qədər yatqın olduğunu göstərir. Bir digər məqamda Orxan bəy icazənizə vurğulamaq istəyirəm. Burada Yeganə xanım da qeyd etdi. Canlı donordan onsuz da bu əməliyyatlar olunurdu. Bunda bizim tamaşaçılarda bu sual yarana bilər ki, bəs onda niyə ürək transplantasiyası indiyə qədər olunmurdu? Məhz bu gün olundu və ya ötən ay olundu, bu 2025-də olundu. Təəssüf ki, ürək transplantasiyası üçün bizim yeganə mənbəmiz məhz meyitdən donor dediyimiz, yəni beyin ölümü baş vermiş biz insanlardan o orqanı götürə bilirik. Çünki canlı donordan biz ya cüt orqanlardan biz götürüb, birini götürüb bir böyrəklə yaşamaq olar, bəli. Və ya qaraciyər kimi hansısa hissəvi bir transplantasiya edə biləcəyimiz orqanları canlıdan transplantasiya edə bilirik. Amma ürək kimi tək olan və mərkəzi orqanı təəssüf ki, bütün dünyada da bizdə də sadəcə meyit donordan köçürə bilirik və elə buna görə də bugün dünyanın ən inkişaf etmiş bu sahə üzrə ölkələrində də ürək transplantasiyası üçün gözləyən xəstələrin sadəcə 5%-nə donor kifayət edir. Amma mən inanıram ki, və bu ötən 2 illik qısa müddətdə də müşahidələrim onu göstərir ki, bu statistikada da biz orqan bağışlanmasının və donorluğunun həm könüllü, həm ailələr tərəfindən yaxınlarının orqanlarının bağışlanması formasında da olsa, inanıram ki, çox sürətlə artacaq və bizim son mərhələyə gəlmiş orqan çatışmazlığı ilə, yəni konkret mən öz sahəm üzrə deyim, ürək çatışmazlığı ilə artıq bizim bugün koordinasiya mərkəzində qeydiyyatdan keçmiş onlarla xəstəmiz var. Hansı ki, bunlar ürək köçürülməsi üçün gözləyirlər və məhz bu cür humanist, insani addım atacaq insanları və ailələri gözləyirlər. Hansı ki, onların bağışlayacağı bu ürək bir ailənin, digər bir insanın uzun illər yaşamasına səbəb olacaq. Doktor, istərdik ki, sizin istiqamətinizə bir balaca toxunaq. Baxın, biz sizinlə təkcə bu studiyada deyil, digər tədbirlərdə də, eyni zamanda digər məkanlarda da görüşəndə mən dəfələrlə şahid olmuşam ki, siz bu mövzuya, orada olan insanlara necə maarifləndirmə və məlumatlandırma işinə toxunursunuz və bu mövzunun əhəmiyyətini orada necə qeyd edirsiniz. Təbii ki, Yeganə xanım, Günay xanım, onlar təmsil etdikləri qurumun gördükləri bəlli bir işlər var və o işlərin də, necə deyirlər, bəlli bir xətti olur. Amma eyni zamanda biz bugün bu canlı efirdə, bu studiyada bir aparıcı kimi, bir veriliş olaraq komanda şəklində bu missiyanı icra edirik. Siz əməliyyat icra etməklə paralel, eyni zamanda həmin görüşlərdə də bir ustad olaraq, bir həkim olaraq öz tövsiyələrinizi, məsləhətlərinizi verirsiniz. İstərdim ki, bax, o reaksiyalar bir balaca toxunaq. Həmin o tədbirlərdə, seminarlarda insanlara bu orqan donorluğu barədə faydalı məlumatları verəndə onlar sizə ən çox hansı sualları verirlər və buna cavabınız necə olur? Biraz əvvəl sizin məndən əməliyyatı ilk dəfə icra edəndən sonra hansı hisslər yaşadığınız sualını mənə də Kamran doktor da sual verdiniz. Düzü, mən o suala tam cavab verə bilmədim. Çünki o yaşadığım emosiyaları izah edə bilmədim. Bəlkə də bizim Kamran doktorun dediyi kimi profesional bir sərtliyimizə və yaxud da ki, xasiyyətimizin dəyişməyinə bağlıdır. Amma bugün mən bir emosiyonu tamamilə rahat şəkildə hər kəslə paylaşa bilərəm. Bugün sözün əsl mənasında mən bir qürur hissi yaşayıram, bir xoşbəxtlik yaşayıram profesional işim barəsində. Çünki ilk dəfə regionda 2008-ci ilin 12 dekabrında qaraciyər transplantasiya əməliyyatı icra olundu və bu günə qədər artıq 1500-ə yaxın insan üzərində canlı donorlu orqan transplantasiya əməliyyatı bizim tərəfimizdən icra olundu. Bundan paralel olaraq 2008-ci ildən bu günə qədər meyid orqan transplantasiyası, orqanların bağışlanması, meyidlərdən orqanların alınıb xəstələrə köçürülməsi, bunlarla əlaqədar olaraq çoxsaylı həm təmsil etdiyim xəstəxananın, Mərkəzi Gömrük Hospitalının iştirakı ilə və təşkilatçılığı ilə, digər tərəfdən siz media qurumlarının, müxtəlif media qurumlarının vasitəçiliyi ilə bu işin təbliğatına, təşviqatına
mütəmadi olaraq yer ayırırdıq. Bu təbii ki, həm mənəvi, həm də müəyyən resurslar hesabına olundu. Nəticə etibarilə 2020-ci ildə cənab prezidentin imzası ilə orqan transplantasiya haqqında yeni qanun imzalandı. Biraz əvvəl qeyd olunan kimi 2020-ci ildə Nazirlər Kabinetinin sərəncamı ilə Səhiyyə Nazirliyinin nəzdində orqan donorluğu və transplantasiya koordinasiya mərkəzi yarandı və artıq bu iş professional bir səhifəyə keçildi. Hansı ki, Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən koordinasiya mərkəzi artıq professional və hüquqi bu işə hüququ çatdığı üçün mərkəzlərdə, xəstəxanalarda beyin ölümünün diaqnozunun qoyulması, onun təlimlərinin aparılması, orqanların bağışlanması artıq mütəşəkkil bir professional bir mərhələyə keçdi və bütün 2008-ci ildən bu günə qədər aparılan işlərin əməli nəticəsi bugün epizodik deyil. Mən deyərdim artıq professional bir şəkildə ölkəmizdə meyit orqanlarından istifadə orqan transplantasiya təminatı icra olunmağa başladı. Bugün mən sizin studiyaya gəldiyim zaman belə yolda mənə bir vətəndaş zəng elədi telefondan, orqanlarını bağışlamaq istəyirəm, nə edə bilərəm dedim. Mən təbii ki, orqan donorluğu və transplantasiya koordinasiya mərkəzinə müraciət eləsin, günü sabah getsin, orada müvafiq sənədləşməni eləyib, orqanlarını bağışlayıb icazə. Yəni, saat yarım əvvəl bu məsələ oldu. Mütəmadi olaraq bizim əməliyyat etdiyimiz xəstələrin ailəsi müraciət edir ki, doktor, biz bu problemi yaşayırdıq, orqan çatışmazlığından xəstəmiz əməliyyat oldu. Biz də orqanlarımızı bağışlamaq istəyirik. Əməliyyat olunan xəstənin, məsələn, qaraciyər köçürülən, böyrək köçürülən xəstə, mən də orqanımı bağışlamaq istəyirəm, müraciət eləyirəm, eləyəcəm, elədim onlayn olaraq şəklində deyənlər də var, ya geri dönüşümlər də var. Daha düşünürəm ki, o tərəddüddə olan insanların verdiyi sualları istərdim bir balaca toxunaq. Tərəddüddə olan insanlar əslində böyük bir qismi orqanlarını bağışlamaq istəməyən insanlardır və bəhanə axtarırlar. Digərləri 10 il əvvəllə bugünkü gün eyni deyil. Artıq 10 il əvvəl verilən tərəddüdlü suallar indi yoxdur demək olar ki. Çünki əvvəl bəhanə gətirirdilər ki, tibbi olaraq olar, olmaz, din icazə verir, cəmiyyət icazə verirmi, qanun icazə verirmi? Artıq o suallar, inanın ki, heç o sualları vermir. Sadəcə daxilində bu sual özündə qərarını verib, orqanı bağışlamaq istəyən şəxslər var. Səhv eləmirəmsə, biraz əvvəl Gülcan xanım qeyd edir ki, 1000-ə yaxın insan artıq orqanları bağışlayır. Bu ciddi bir rəqəmdir. Bu rəqəm, təsəvvür gətirin ki, haradasa 5-6 ay ərzində toplanan rəqəm. Yəni, qısa müddətli yığılan insanlardır bunlar. Son müzakirəmizdə səhv etmirəmsə, bunun yarısından da aşağı idi rəqəm. 400 neçə nəfər, dəqiq ola bilər, səhv edə bilərəm, amma təxmini yadımdadır ki, 400 neçə nəfər demişdiniz bizim müzakirəmizdə. Bugün artıq 1000-in üzərindədir həmin rəqəm. Gülhan xanım, istərdim ki, Mircəlal doktora verdiyim o suala sizdən də cavab alaq. Siz mütəmadi olaraq insanlarla söhbət edəndə, onlarda həmin o tərəddüdü aradan qaldırmaq üçün və yaxud da ki, tərəddüdü olan insanlar ən çox sizə hansı sualı verirlər? Onları ən çox narahat edən nə olur? Mən sizə söyləyim ki, tərəddüdlü insanların, yəni meyit donorun yaxınlarının ən çox verdiyi sual o idi ki, sağlığında özü, üzr istəyirəm, nə düşünərdi deyə, nə qərar verərdi deyə bilmirəm sualıdır. Özü bağışlamaq istəyərdimi sualıdır. Belə deyim də, Yeganə xanım da vurğuladı, hörmətli həmkarlarım da vurğuladı. Vahid elektron sistem Səhiyyə Nazirliyi nəzdində oturubdu bu sistem və artıq bütün beyin ölümü baş vermiş şəxslərin biz sistem üzərində görürük. Dolayısıyla koordinasiya mərkəzinin əməkdaşları həmin xəstələrin hamısını danışdıracaq, yoxlayacaq və uyğundursa ailələri ilə görüşəcək. Belə deyim, seçimi yaxınlarımıza buraxmayaq. Çünki yaxınlarımız çox tərəddüd edir. Rəhmətə gedən şəxslərin, yəni meyit donoru olmuş şəxslər, hansı ki, indiyənə qədər köçürülməsi baş veribdir Azərbaycan Respublikasında və son göstərici olaraq 37 transplantasiya əməliyyatı icra olunub. Bu 10 ay ərzində Azərbaycan Respublikasında meyit donordan 37 köçürülmə baş verib, orqan və toxuma köçürülməsi baş veribdir və bunların hər birinin yaxınları ilk öncə verdiyi sual olub ki, sağlığında özü nə verərdi deyə düşünürəm. Bəzi insanlar razılıq veriblər yaxınları, bəziləri isə imtina ediblər. Bu yerdə istədim bir məsələyə də toxunaq. Sağlığında könüllü şəkildə özü donorluğa razı olan şəxs dünyasını dəyişəndən sonra onun yaxınlarının həmin o məsələdən imtina etmək hüququ varmı? Hayır. Yoxdur. Hayır, hüququ yoxdur. Ümumiyyətlə, bilirsinizmi, insan əgər sağlığında orqanlarını bağışlayırsa,
o öz yaxınının çiyinlərindən o cavabdehliyi götürür. Çünki artıq o 18 yaşı tamam olmuş, psixoloji olaraq normal adamdır ki, sayta girir, ODTKM-Qovaz və saytdan həmin ərizə formasını doldurur. Ərizə forması Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş bir formadır. Həmin formada həmin insanın ən yaxın hesab etdiyi bir adamın adı yazılır, o özü yazır və onun telefon nömrəsini qoyur, şəxsiyyət vəsiqəsinin nömrəsini qoyur və əgər beyin ölümü baş verərsə, həmin adamın orqanları həmin vaxt yararlı olarsa, kiməsə xeyir gətirə bilərsə, kimisə həyatını xilas edə bilərsə. Bəli. Həmin insanın əlbəttə ki, yaxınlarına bu söylənilir. Bizim qanunvericiliyinə görə icazə alınmır, söylənilir. Amma biz əlbəttə ki, hamımız insanıq və o insanların dərdinə şərik olacağıq və onlarla söhbət eləyəcəyik və söhbət əsnasında da söyləyəcəyik ki, sizin yaxınınız özü, öz orqanlarını bağışlamışdır. Könüllü şəkildə. Mən düşünürəm ki, bunu eşidən yaxın qohum heç vaxt deməz ki, yox, o bağışlamışdır, biz vermirik. Çünki əgər insan bağışlamışdırsa, yaxınına daha asan olacaq hər sözünü demək. Mən bir müşahidəmi qeyd edeyim sizə. Məsələ burasındadır ki, bizim insan olaraq müəyyən bir işə təşviq edən və o işi icra etməyimizə səbəb olan inamdır. Mən nəyi müşahidə edim? Artıq Azərbaycan insanının xüsusilə orqan köçürülməsi sahəsində artıq öz həkiminə inamı var. Öz həkiminə inanıb. İnandığına görə artıq orqan transplantasiya məsələsində də istər canlı donorlu olsun, xüsusən də meyit donordan olsun, insanlar yaxınların orqanlarını bağışlamağı artıq həvəsləniblər və bu işi icra edirlər. Təbii ki, bu koordinasiya mərkəzinin ailələrlə görüşündən sonra baş verir. Əsas məqam orada olan insanların öz səhiyyə sisteminə, öz həkiminə inamıdır. Bu inam əsasında bu say artma istiqamətine gedəcək. İnam çox önəmli bir məsələdir ki, bir qədər Kamran doktor da bu nüansı bir qədər əvvəl həmin o tərəddüdlərlə bağlı nüansı da qeyd eləyəndə sizin toxunduğunuz bir neçə səbəblər var idi ki, onlardan biri də inanc məsələsi idi. Bizə də dəfələrlə bu mövzunun müzakirəsində məhz dini yanaşma necədir? Bu məsələyə necə yanaşır sualına müraciət edir tamaşaçılarımız, izləyicilərimiz. Bu yerdə isə biz ilahiyyatçı Hacı Atif İslamailovu dinləyək. Ümumiyyətlə, İslam dinində orqanın köçürülməsi ilə bağlı müəyyən şərtlər və qaydalar var. Həmin şərtlər bundan ibarətdir ki, əgər bir diri insan həyatda olarkən öz orqanını digərinə bağışlayırsa, o zaman digərinin həyatının xilas etməsi zəruriyyətdən sayılarsa, o zaman onun orqanının köçürülməsinə icazə verilir. Və digər bir məsələ isə dünyasını dəyişmiş bir insanın hər hansı bir orqanını digərinə köçürtmək üçün birinci növbədə ölmüş bir insanın özünün xüsusi vəsiyyəti ilə və yaxud da ki, vərəsələrinin icazəsi ilə və eyni zamanda digər bir insanın həyatının xilas edilməsi həmin orqan üzərində durarsa, yəni fayda verəsə. Çünki İslamın belə bir prinsipi var ki, əgər hər bir insanı diriltmiş olarsansa, sanki bütün dünyanı diriltmiş olarsan. Lakin digər bir məsələ var, ona toxunmaq lazımdır ki, ümumiyyətlə insan orqanizmin hər hansı bir satışı ilə məşğul olmaq İslam dinində qəti qadağandır və buna icazə verilmir. İstər vərəsələrin icazəsi olsun, istər xüsusi vəsiyyəti olsun, İslam dinində sağ ikən və eyni zamanda dünyasını dəyişmiş olsa da belə, onun orqanının satılması icazəli deyildir. İlahiyyatçı Hacı Atif İsmailovu dinlədik. Studiyamızda isə müzakirəmiz qaldığı yerdən davam edir. Doktor, biz istədim bu məsələyə bir balaca toxunaq. Burada ən vacib məqam həqiqətən də insanların inamıdır. Amma bu inamın yaranması üçün insan ümumiyyətlə gördüyü şeyə inanmağa daha çox meyillidir. Və mən inanıram ki, xüsusilə bu cari ildə beyin ölümü baş vermiş, yəni meyit donordan orqan köçürülməsinin və ən sonda ürək köçürülməsinin uğurla baş tutması donorluq və orqan bağışlanması məsələsinin də daha da geniş vüsət almasına səbəb olacaq. Mən bunu gözləyirəm açıqcası. Çünki artıq insanlar tibb və səhiyyədən tamamən uzaq olan insanlar da bunu başa düşürlər ki, bu bugünkü təbabətin və səhiyyənin gəldiyi ən son mərhələdir və əgər bu bizim ölkəmizdə icra olunursa, uğurla icra olunursa və bu əməliyyatlardan həqiqətən də son mərhələyə gəlmiş orqan çatışmazlığı olan insanlar faydalanırsa, bizim kimi xeyirxah və nəcib cəmiyyətlər
inanıram ki, bu faktın özü çox böyük təsir olacaq və insanlarda o inamın artmasına səbəb olacaq. Mənim bu əməliyyatlardan sonra açıqcası ikinci gözləntim isə sadəcə orqan donorluğu barəsində, orqan bağışlanması barəsində inam artmayacaq. Mən inanıram ki, artıq səhiyyəmiz keyfiyyətcə yeni mərhələyə keçib və bu hadisələrdən sonra ümumiyyətlə bizim cəmiyyətin və insanların Azərbaycan səhiyyəsinə, Azərbaycan səhiyyə işçilərinə olan inamı artacaq. Mən bunu gözləyirəm. Yegan xanım, əlavəniz var, buyurun. Bəli, mən də istəyərdim əlavə edim. Bu inam sözündən çox danışdıq. Bu inamın yaranması üçün bu xəstələr gördülər ki, burada insan əli yoxdur orqanların paylanmasında. Orqanların paylanması elektron sistem vasitəsilə baş verir və hansı qan qrupundan əgər bizim meyit donor orqan çıxırsa, həmin qan qrupundan olan gözləmə siyahısında olan xəstələr ilkə qalxır və həmin xəstələr arasında seçim aparılır, yəni həkiminə söylənilir. Həkim o xəstənin hansını gətirə bilirsə, həmin xəstəyə bu orqan köçürülür. Və bu günə qədər 37 orqan köçürülüb və bu hər bir adam gedir, danışır, bir-birinə deyir ki, bax biz gözləmə siyahısındaydıq, gözlədik. Anidən xəbər gəldi. Hə, bizə sevinç zəngi Real gəldi. hekayələr. Real hekayələr, bəli. İnsanlar görürlər ki, burada heç bir təmənna yoxdur. Onlar görürlər ki, təmənnasız olaraq heç kəs bilmir ki, hansı qrupdan meyit donor çıxacaq. Yegan xanım, mən istədim ki, bir balaca bu beyin ölümü prosesinə toxunaq. Çünki bununla bağlı cəmiyyətdə hər nə qədər biz bu haqda danışsaq da Sabah Saxlama Studiyasında, digər həmkarlarımız da danışsalar, bugünün reallığı odur ki, sosial şəbəkələrdə bununla bağlı cəmiyyəti yanıldan, səhv istiqamətə yönəldən paylaşımlar da kifayət qədər var. Gəlin bir balaca beyin ölümü prosesini ətraflı izah edək bizi izləyən tamaşaçılar. Tamam, mən bir reanimatoloq kimi istəyirəm bunu izah eləyəm. Hər zaman da biz bunu izah eləyirik. Deməli, beyin ölümü və koma. Koma ilə beyin ölümünün çox böyük fərqi var. Komada beyin qabığı zədələnmiş olur və beyin zədələnməsi nəticəsində xəstə komaya düşür. Xəstələr sual verirlər, bu da süni tənəffüs aparatındadır. Bəli, bu da süni tənəffüs aparatındadır, amma süni tənəffüs aparatı kömək eləyir. Xəstənin tam tənəffüsü dayanmayıb. Və bu xəstələr 1 ay yarım, 2 aydan sonra ya oyanırlar, ya da bitkisayal vəziyyətə keçirirlər. Buna deyirlər vegetativ state. Uşaqlarda bu 3-9 ay ola bilər. 3-9 aydan sonra uşaq ya ayılacaq, ya da vegetativ vəziyyətə keçəcək. Beyin ölümü isə ölüm deməkdir. 2018-ci il 5 yanvar qərarı, Səhiyyə Nazirliyinin kollegiyasının qərarı var ki, insanda beyin ölümü bioloji ölümüdür. Və insanda bu zaman beyin ölümü təsdiq olunursa, bütün reanimasyon tədbirlər dayandırılmalıdır. Bu 2018-ci ildə Azərbaycanda təsdiq olundu. Buna qədər beyin ölümü diaqnozu qoyulubsa, biz xəstəni süni tənəffüs aparatından ayıra bilmirdik. Və beyin ölümü diaqnozu qoyulmuş şəxs maksimum 2 sutka və yaxud da ən uzağı 3 sutka onun ürəyi çalışa bilir. 48 saat və yaxud da 72 saat. 48-72 saatdan sonra ürək dayanacaq. Çünki ürəyə beyindən siqnal gəlməyəndən sonra ürək dayanır. Bir daha qeyd edək ki, koma və beyin ölümləri fərqli anlayışlardır. Cəmiyyətdə bunların ikisinin qarışdırılması proseslərini və bu haqda paylaşımların da biz şahidi oluruq. Koma fərqlidir. Həmin o komaya düşən xəstənin həyata qayıtmaq şansı var ki, bu nümunələrə görürük. Amma beyin ölümü keçirən şəxsin artıq həyata qayıdışı mümkün deyil. Bu yerdə isə biz istərdik ki, tamaşaçılarımıza orqan donorluğu və transplantasiya üzrə koordinasiya mərkəzinin saytıdır ki, orada məhz könüllü şəkildə orqan donorluğu üçün müraciət edə bilərsiniz. Eyni zamanda həmin o mərkəzin fəaliyyəti haqqında məlumat da var. Siz orada daha ətraflı məlumat əldə edə bilirsiniz. Amma istərdik ki, Günay xanım, bu barədə sizdən də bir balaca şərh eşidək. Siz oradan qeyd etmişsiniz, orqanları göstərirlər və insanların daxil olaraq razılıq verməsi üçün müəyyən xanalar doldurularaq rəsmi müraciət edirlər. Biz mütəmadi olaraq, koordinasiya mərkəzi olaraq təhsil müəssisələrində, ali təhsil müəssisələrində konfranslar təşkil edirik, tədbirlər təşkil edirik və insanlara, Azərbaycan vətəndaşlarına, tələbələrimizə
müəllim heyətinə, hamıya bu haqda məlumat veririk. Və inanın ki, orada tələbələrin o qədər sualları olur. Və az öncə söylədiyimiz kimi tərəddüd olanlar da öz qərarlarını verirlər. Sonuncu yığıncaqda bir tələbə qız yaxınlaşdı mənə. Dedi ki, mənim bu məsələ ilə bağlı sosial şəbəkələrdən çox izləmişəm. Çox məlumat yayılıbdır. Sonuncu ürək köçürülməsi böyük bir rezonansa səbəb oldu, bilirsiniz. Və söylədi ki, mən çox tərəddüd içərisində qalmışdım və həddindən artıq da çox sual verdi. Biz onların hamısını cavablandırdıq və sonunda dedi ki, mən artıq qərarımı verdim. Artıq tərəddüd içərisində deyiləm və öz qərarımı verdim. Orqanlarının hamısını bağışladı. Ərizə formasında da bilirsiniz ki, bu mümkündür. Koordinasiya mərkəzinə rəsmi ərizə formasında müraciət etmək və onlayn, siz göstərdiyiniz kimi onlayn, bəli. Orada orqanların seçimləri qoyulubdur. Hər bir insan yaşadığı həyatı boyunca öz şəxsi qərarını verə bilər. O dediyiniz orqan bölgüsü hissəsindədir? Bəli, bu orqan bölgüsü hissəsinə aiddir. Bir hissəsidir. Burada tam olaraq qeyd olunmayıbdır. Rəsmi Nazirlər Kabinetinin təsdiq etdiyi ərizə formasında başqa orqanların da siyahısı var. Ancaq burada bir hissəsi görsənir. Digər sayta daxil olanda bunlar haqqında geniş məlumat olur. Bu ön hissəsidir. Və oradan insanlar istədikləri orqanları seçib bağışlaya bilərlər. 18 yaşı tamam olmuş hər bir şəxs sağlığında öz qərarını verə bilər və yaşadığı həyatı boyunca bir neçə dəfə fikrində dəyişə bilər. Bu insanın şəxsi qərarıdır. Yəni, mən indi donor oldum, bir ay sonra fikrimi dəyişdim, birdən qoymazlar, dəyişməzlər, elə bir şey yoxdur. Müstəqil Azərbaycan Respublikasında yaşayırıq və qərar bizim qərarımızdır. İstəyərik donor olarıq, istəyərik olmarıq. Bu bizim şəxsi qərarımızdır və orqan seçimində təbii olaraq insanların öz üzərinə buraxırıq. Elə insanlar var ki, seçim eləyəndə bu son hadisədən sonra yalnız ürəyi seçirlər. Elə insanlar var ki, hamısını bağışlama seçirlər. Yəni, bu insanların şəxsi qərarlarıdır, bəli. Yəni, mənim bir sualım var. Bu şəxs sağlığında indi bilirik ki, qərar versə bağışlayıram və ya bağışlamıramı qərarını qeyd edə bilər. Fikrini dəyişdirərsə, təkrar girib. Təkrar girir sayta və təkrar ərizə formasında da müraciət edə bilər. Dolduraraq təkrar fikrini dəyişdirib. Ola bilsin ki, bağışlamıram, bəyan edib, onun fikrini dəyişdirib, bağışlayıram və yaxud əksinə. İstədiyi zaman təkrar girib sistemdən fikrini dəyişdirə bilər. Və yaxud təkrar yenə, bir ay sonra fikrini dəyişib, bağışlayıram deyib, yenə qayıda bilər. Buyurun, doktor. Amma həqiqətən bu beyin ölümü məsələsi düşünürəm ki, çox vacibdir və biz bu ürək köçürülməsi əməliyyatı icra etdikdən sonra həm ətrafımızdan, həm də siz qeyd etdiniz, sosial şəbəkələrdən çox maraqlı şərhlərlə qarşılaşdım mən özümdə. Həm müsbət mənada, böyük əksəriyyəti müsbətdir. Çünki düşünürəm ki, bütün Azərbaycanlılar özünü buraya aid hiss edən insanlarımızın hamısında təbii ki, hər şeydən öncə bir qürur, bir fəxr hissi var idi. Amma çox maraqlı və qəribə şərhlərlə də qarşılaşdım beyin ölümündən əlaqədar və orada ən vacib məqam beyin ölümü ilə koma, Yeganə xanımın dediyi kimi çox qarışdırılır. Çünki bəziləri yazır ki, necə olur ki, mənim yaxınım, nə bilim, 3 ay reanimasiyadaydı, 6 kim ona hardan bildilər, necə bildilər. Beyin ölümü artıq bugün Respublikamızda da dünyadakı kriteriyalara uyğun olaraq konkret bir diaqnozdur və bunun Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənmiş və bütün reanimasiya şöbələrinin hamısında və xüsusilə də reanimatoloq həkimlərimizə bildirilmiş konkret kriteriyalar var. Yəni, bunu hansısa həkim xəstəyə baxıb, hansısa subyektiv fikirlər əsasında qoyduğu bir diaqnoz deyil. Bunun obyektiv kriteriyaları var. Və bu kriteriyalar qoyulduğu vaxtda da, bayaq Yeganə xanım da qeyd etdi, yəni artıq bu xəstəyə reanimasiyada hansısa bundan əlavə bir tədbir görülməsinə göstəriş yoxdur. Niyə? Çünki biz bilirik ki, beyin ölümü artıq geriyə dönüşü olmayan bir prosesdir. Burada sadəcə söhbət saatlardan və ya maksimum 1-2 gündən gedir ki, insanın ürəyi dayansın və bizim o bioloji ölüm dediyimiz fakt təsdiqlənsin. Amma beyin ölümü əgər o obyektiv kriteriyalar əsasında qoyulursa ki, bizim bugünkü praktikada mən elə bilirəm ki, müvafiq reanimasiya şöbəsində o diaqnoz qoyulandan sonra ikinci dəfə koordinasiya mərkəzi tərəfindən o diaqnoz təsdiqlənir. Ondan sonra, bəli, bu xəstədə artıq beyin ölümü var. Yəni, bir dəfə də yoxlanılır. Bəli, bir dəfə yoxlanılır. Sonra 12-24 saat sonra ikinci dəfə yoxlanılır. Tək mütəxəssis də qoymur. Bəli, və bunun tamamən obyektivində burada
tibbi bir toplantı olmadığı üçün onu mən girmirəm oralara, amma həmkarlarım çox gözəl bilirlər. Konkret, obyektiv bunun kriteriyaları var. Yəni bu hansısa həkimin şəxsi ilə, onun düşüncələri ilə, subyektivizmi ilə əlaqəli bir şey deyil. Ona görə bizim həmvətənlərimdən də gözləntim odur ki, əgər sizin, təbii ki, biz həkimik, bizim həyatdakı missiyamız budur. Biz bütün insanlara sağlamlıq arzuluruq, amma əgər sizin bir yaxınınıza beyin ölümü diaqnozu qoyulubsa, bu geriyə dönüşü olmayan biyoloji ölümə bərabər olan bir diaqnozdur. Ona görə burada bugün dünyanın mədəni cəmiyyətlərində də bizim cəmiyyətdə də yeganə bir addım qalır burada artıq. Bu humanist addımı atıb, əgər orqanlarınız uyğunsa, onu da qeyd edim ki, beyin ölümü baş vermiş və ya ağır dərəcədə reanimasiyaya yatan hər xəstəyə də bu uyğun olmur, yəni çox az sayda. Təbii, bu belə deyim, bu dünyadakı son anlarınızda bu yaxşılığı, bu humanizmi, bu savabı qazanmaq hər kəsə də qismət olmur. Yəni məsələnin bu məqamı da var. İndi könüllü olaraq da müraciət edən donorların biri də mən olmaq şərti ilə bilmirəm ki, o gəlib çatacam, o hamıya nəsib olan, hamıya qismət olan bir şey deyil ki, siz düşünün ki, bu dünyadan köçdüyünüz zamanda birdən çox insana həyat bəxş etmiş olursunuz. Bir də burada incə bir məqam da var. O da ondan ibarətdir ki, biz hər zaman qeyd edirik ki, insana şans verilir ki, dünyasını dəyişdiyi zaman özü və ailəsi tərəfindən kimisə yaşatsın. Amma məsələ burasındadır ki, ailəsi tərəfindən və özü tərəfindən sağlığında təbii ki, orqanları bağışladığı zaman bu ölümdür. Sözün əsl mənasında. Bizim hər birimiz öz yaxınımızın həyatda qalması üçün, ölməməsi üçün hər şeyimizdən keçməyə hazırıq. Amma meyitdən orqan transplantasiya olunduğu zaman biz tək xəstəni yaşatmırıq. Eyni zamanda ailələrdə fürsət verilir ki, dünyasını dəyişmiş olan insanı da yaşatsın. Hansı yolla? Orqanını, ürəyini bağışlayacaq, ürəyi kimdəsə döyünəcək, o xəstə yaşayacaq, onun ürəyi də yaşayacaq. Qaraciyərini bağışlayacaq, xəstəni yaşadacaq, həmin dünyasını dəyişmiş şəxsin ciyəri kimdəsə fəaliyyət göstərib, onu da yaşadacaq. Dolayısıyla həm xəstəni yaşadır, həm də dünyası beyin olmuş, dünyası dəyişmiş öz xəstəsini də yaşatmış olacaq. Bizə hazırda canlı efir zamanı xeyli mesaj var. Onların bir neçə suallarını biz artıq müzakirəmizə cavab tapdıq. Bir sual yeganə xanım sizə ünvanlanıb. Bizim ölkədə nə vaxt sümük iliyi yad donordan nə vaxt olacaqdır deyə belə bir mesaj var. Gözəl sualdır. 2014-cü ildən Azərbaycan Respublikasında Talasemiya mərkəzində sümük transplantasiyası şöbəsi fəaliyyət göstərir və bugünə qədər 220-dən artıq sümük transplantasiyası əməliyyatları icra olunubdur Azərbaycanda yaxın qohum donordan. Hansı ki, ona uyğun gələn bacı qardaşdan və s. yaxın qohumlardan. Amma bizim gələcək addımımız, gələcək məqsədimiz, yəni biz bir məqsədi qoyuruq və o məqsədə çatırıq, bu məqsədimizə də çatacağıq. Kök hüceyrə bankının formalaşması da Azərbaycanda. Kök hüceyrə bankının formalaşması üçün donorlar genetik müayinədən keçməlidirlər. Bu genetik müayinənin maliyyəsi var. Ona görə Səhiyyə Nazirliyi tərəfindən icbari tibbi sığortaya məktub ünvanlanmışdır ki, 2026-cı ildə ən azı 10 min donorun genetik analizinin olması xidmətlər zərfinə daxil edilsin və bizim kök hüceyrə bankımız formalaşsın və Azərbaycan vətəndaşları xarici ölkədən donor axtarışına getməsinlər, xarici ölkədə sümük transplantasiyası olunmasınlar və öz ölkəmizdə öz donorlarımızla sümük transplantasiyası əməliyyatları həyata keçirilsin. Uyğun donoru olmayan xəstələrdən söhbət. Bir də bir qədər əvvəl siz qeyd elədiniz, Bakıda, Abşeron yarımadası, Sumqayıt qeyd elədiniz və bölgələrdə qeyd elədiniz xəstəxanaları. Müşahidə eləmək məsələsi də bu dediyiniz. Məsələn, hansısa bölgədə artıq beyin ölümü keçirən bir şəxsin orqanını götürmək üçün biz prosesi necə təmin edə biləcəyik? Bölgələrdəki xəstəxanalarda vəziyyət bizim istədiyimiz şəkildədirmi? Bu məsələ də toxunur. Bölgələrdəki xəstəxanaların təqribən bütün bölgələrdə, xəstəxanalarda, bütün rayonlarda, reanimasiya şöbələrində süni tənəffüs aparatı var. Mən bir misal söyləyim. 1959-cu ildə Kopenhagendə poliomiyelit pandemiyası baş verdi və bundan sonra çoxlu süni tənəffüs aparatları istehsal olunmağa başladı və 1959-cu ildə ilk dəfə beyin ölümü ədəbiyyatda
göstərildi və 68-ci ildə artıq Harvard kriteriyaları təsis olundu beyin ölümü üçün və ilk ürək keçirildi, bilirsiniz. Və axırıncı pandemiya COVID oldu, COVID pandemiyası və bu zaman yenə də çoxlu miqdarda süni tənəffüs aparatları ilə Respublikamız təchiz olundu. Bilirsiniz ki, Azərbaycan Respublikası çox qabaqdan gələn addımlar atıldı və ən gözəl COVID-ə qarşı mübarizə bizim Azərbaycanda təşkil olundu. Və bu aparatların sayı o qədər çoxdur ki, indi bütün rayonlarda, bütün reanimasiya şöbələrində bu aparat var. Yeganə bizim məqsədimiz gələcək üçün regionlarda ən azı 6 regionda filiallarımızın olmasıdır. Çünki bütün dünyada regionlarda koordinasiya mərkəzlərinin filialları ən azından bir koordinator olmalıdır. Təqribən 2 dəqiqə vaxtımız qalıb. İstərdim ki, bu vaxtı bərabər bölərək bizi izləyən tamaşaçılara çağırış edək. Buyurun, doktor. Mən bizi izləyən tamaşaçılarımıza əvvəla artıq Qafqazda ilk dəfə uğurla həyata keçirilmiş ürək transplantasiyası əməliyyatı münasibəti ilə təbrik etmək və bu qürura, bu fəxrə ortaq olmağa dəvət edirəm və bunun üçün də bütün həmvətənlərimizi real addım atmağa, orqanlarını bağışlamağa çağırıram. Doktor, buyurun. Biraz əvvəlki fikrimə qayıdacağım. Orqanları bağışlayaraq bizim hər birimiz həm xəstələri, ehtiyac olan xəstəni, həm də öz yaxınlarımızın, dünyasını dəyişmiş insanlarımızın ən azından bir parçasını yaşatmaq fürsətimiz var. O fürsəti əldən verməmək üçün orqanlarımızı özümüzün və ətrafımızdakı insanların orqanlarına bağışlayaq. Buyurun, Günay. Son olaraq bildirmək istəyirəm ki, 10 ay ərzində 37 orqan və toxuma köçürülməsi olub Azərbaycan Respublikasında, Azərbaycan vətəndaşlarında və bunu bağışlayan ailələr, bəlkə də indi hamısı bizi izləyir. Mən onlara həm təşəkkürümü bildirmək istəyirəm, həm həmkarlarım adından təşəkkürü bildirmək istəyirəm. Çünki bu zəfəri bizə onların razılıq olması ilə yaşanmışıq. Bu zəfəri bizə onlar yaşadıb, bu humanist qərarı onlar verib və hər kəsin də onlar kimi düşünməsini arzu edirəm. Buyurun, Yegan xanım. Çox sağ olun. Mənim üçün də çox böyük qürur hissidir ki, məhz Azərbaycan cərrahları, kardio cərrahı, ümumi cərrahı regionda ilkə imza atdılar. Regionda ilk ürək köçürüldü, regionda ilk kadavradan qaraciyər, böyrək köçürüldü və mən Azərbaycan vətəndaşlarını çox sevirəm. Hər bir ailənin, orqan bağışlayan ailənin qarşısında baş əyirəm və düşünürəm ki, insanlığı yaşatmaq üçün orqanlarımızı bağışlayaq. Orqan donorluğuna müxtəlif adlar vermək olar. Humanizm, nümunəvi addır, mərhəmət, amma o eyni zamanda bir həyatdır. Gəlin həftə görüşəcəyik.